Bu bizim polis qadınların sənət işidir. Sivil bir insana, 63 yaşında ağbirçək bir qadına törətdikləri zorakılıqdır. Yəni mən ora sivil qaydada getmişdim. Baxın. İyunun 16-sında Milli Məclisdə Baxın, oğlunun həbsinə etiraz etmək üçün gələn Natalya Sadıxova polislərin onu döydüyünü deyir. Əli yalın getmişdim. Üstümdə bir silah yox, üstümdə bir atıcı alətim yox, üstümdə soyuq silahım yox. Belə çox haqsızlıqla üzləşdim mən orada. Birisiz oğlum. Döyülərək, söylərək. Amma əli yalın getmişdim mən orada. Elə mən önə çıxanda, məni bax orada hətta çəkilişdə də var. Önə çıxanda arxadan qadın polisləri mənim saçımdan yapışıb. Bu örpəyin başımdaydı. Saçımdan yapışıb, saçımı belə yoldular. Saçımı yığan bir toka var idi başımda. Onu da qopartdılar. Onu qopardandan sonra məni zor tətbiq elədilər. O maşından ayırmaq üçün qollarıma girib, hətta qollarımı belə vuraraq hiss elədim ki, artıq qollarımı qırmaq istəyirlər. İki tərəfdən də qollarımı qırmaq istəyirlər.